Xoş gördük əziz dinləyicilər. Bu günləri Azərbaycanın ikinci dəfə müstəqil olma günüdür. Əlbəttə ki, bu 18 oktyabr müstəqillik günü özündə 1918-ci ildə yaradılan demokratik cümhuriyyəti nümayiş etdirməli, onun həyatını özünə tətbiq etməlidir, demokratik əsaslarla. Amma çox təəssüflər olsun ki, Azərbaycan 1991-ci il 18 oktyabrda ikinci dəfə müstəqil olması Azərbaycan xalqına hələ ki heç nə verə bilməyib müstəqillikdən başqa. Bu günləri biz yenə də Ramiz Mehdiyevləri müzakirə edirik. Bu günləri biz yenə də oliqarxları müzakirə edirik, oğruları müzakirə edirik. Yaxşı, Mehdiyevlər tutuldu, onun villaları alındı, onun villasının pulundan Azərbaycan xalqına nə xeyir olacaq, bunu müzakirə edirik. Əlbəttə ki, Azərbaycan müstəqil olsa da, Azərbaycan ikinci dəfə müstəqil olsa da təəssüflər olsun ki, hələ Azərbaycan xalqı müstəqil deyil, hələ Azərbaycan xalqı, Azərbaycan dövləti o inkişaf səviyyəsinə, o idarəçilik səviyyəsinə çata bilmədi. Amma bütün bunlarla bərabər əlbəttə ki, müstəqillik hər bir Azərbaycan xalqının həyatında vacibdir və ona yeni bir ümidlər, gələcəyə doğru daha ciddi ümidlər bəxş edir və hesab edirəm ki, inşallah bundan sonra Azərbaycan xalqının həyatında daha yaxşı müstəqil günlər olsun ki, o günlər ki, o müstəqillik ki, Azərbaycan xalqının hər bir fərdinin həyatına daha yaxşı təsir, daha yaxşı sosial imkanlar və maddi imkanlarla bərabər onu sevindirə bilsin, onu öz dövlətçiliyi ilə fəxr duya bilmə imkanına çatdıra bilsin. Təşəkkür edirəm diqqətinizə görə. Bayramınız mübarək olsun.